Yeganə imamdır ki, döyüş meydanında şəhid olmuşdur. Yeganə imamdır ki, təvəssül duasında ona ya şəhid deyərək xitab edilir. Halbuki bütün imamlar şəhid olublar. Yeganə imamdır ki, sağlığında 2 şəhid atası olmuşdur, Əli Əkbər və Əli Əsqərin. Yeganə imamdır ki, dünyadan köçməyinin 40-cı günü ziyarət olaraq qeyd olunur. Yeganə imamdır ki, pak qəbri 10 dəfədən çox dağıdılıb, əlaməti qalmasın. Yeganə imamdır ki, dünyaya gəlməmişdən 1000 illər öncə onun müsibətini ağlamışlar. Sağlığında əza məclisi tutulmuş, hətta uşaqkən onun müsibətinə görə gözyaşı dökmüşlər. Yeganə imamdır ki, qüsursuz və kəfənsiz dəfn edilib. Yeganə imamdır ki, mübarək başını bədənindən ayırıblar. Yeganə imamdır ki, nizədən, oxdan, qılıncdan və daş qalaqdan yüzlərlə yara aldıqdan sonra şəhid edilmiş.